Bir futbolcu üçün ölkəsini təmsil etməkdən daha böyük bir şərəf yoxdur. Milli komandaya çağrılmaq böyük nailiyyətdir, amma illərlə yüksək səviyyədə qalmaq yalnız əfsanə futbolçulara nəsib olur. Bu gün sizə futbol tarixində milli komandaya ən çox oyun keçirmiş 5 əfsanə futbolçunu təqdim edirik. 5-ci yerdə Xorvatiyalı Luka Modric var. Xorvatiya millilisinin mübahisəsiz lideri və kapitanı 2006-cı ildən bu yana dək 184 oyunda iştirak edib. 4-cü yerdə Argentinalı süper yıldız Lionel Messi yer alıb. O bu yana dək 191 oyunda iştirak edib. Bu oyunlarda bir dünya çempionu, 2 Copa Amerika çempionu və bir dəfə finalizm çempionu olmuştur. Üçüncü pillədə isə Boss ləqəbi Son Sinan, Malayziya futbolunun əfsanəsi. O 1969-1984-cü illərdə Malayziya millisinin şərəfini qoruyub və bu illər ərzində 195 maça çıxıb və siyahıda ilk pillədə yer alan Cristiano Ronaldo. Artıq bütün zamanlarda ən çox gol vuran futbolçusu olan Ronaldo, eyni zamanda ölkəsi üçün ən çox oyun keçirən futbolçudur. Cristiano Ronaldo'nun bu rekordu hələ uzun illər əlində saxlayacağı dəqiqdir. 217 oyunda iştirak edən futbolçu bir dəfə Avropa çempionu və bir dəfə də Millətlər Liqası çempionu olmuşdur.